Əziz və dəyərli şagirdlər, sınaq 13 ilə davam edək. Birinci sual, aşağıdakıdan hansı irrasionaldır? İrrasional deyəndə gözümüz pi, y, bir də kökdən çıxa bilməyən ifadələr. 2, kök 3, belə. Burada baxan kimi pi-ni görürəm, cavabımız elə C-dir. Digərlərini yoxlamağa ehtiyac yoxdur. İkinci şəkildə verilənlərə əsasən DYK-nı tapın. DYK, DYK. Bizdən bu bucağı soruşur. Deməli, biz nə iş görməliyik? Gəlin baxaq. Şəkildə verilənlərə görə. Deməli, biz baxırıq ki, burada bir dənə bucağa aid 120 dərəcə verib. Bu 120 dərəcə NK, bir də burada necə düşməyib. Yəni, bu üç bucağın, baxın, göylə göstərim. 120 dərəcə bu üç bucağın xarici bucağıdır. Və bilirik ki, xarici bucaq ona qonşu olmayan daxil bucaqların cəminə bərabərdir. Yəni, beta ilə 2 betanın cəmi bizə 120 dərəcə verir. Onda 3 betamız 120 dərəcədirsə, betamız 123-ə bölsə 40 dərəcədir. Betamız 40 dərəcədir. Digər tərəfdən də bu bir üç bucaqda. Bunu da bir başqa rənglə göstərək. Tutaq ki, narıncı ilə göstərək. Baxın, bu üç bucaqda. Bu üç bucaqda isə 4 alfa xarici bucaqdır. Yəni də xarici bucaq ona qonşu olmayan alfa ilə 120-nin cəminə bərabərdir. Buradan alfanı sola keçirsək, 3 alfa bərabərdir 120 dərəcə. Alfa da yenə bərabərdir 40 dərəcə. Alfanı 40 tapdıq. Bundan sonra x-i soruşur bizdən. Gətirib alfa ilə betanı yerinə qoyaq. Alfanı yerinə qoysaq 4 vurulsun 40 dərəcə. Bu eləyir 160. Betanı yerinə 40 qoyuruq. Qaldı x tapmaq. Yenə də bu üç bucağın özündə də 160 bu üç bucağın xarici bucağıdır. Yəni 40 ilə x-in cəmi bizə 160 verməlidir. X də bərabər 160-dan 40-ını çıxarıq 120 dərəcə. Yəni burada 3 dəfə xarici bucaq qaydasından istifadə edirik. Xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Cavabımız oldu A variantı. Üçüncü, ifadənin ən kiçik qiymətini tapın. Mötərizələrdə dedik, çıxma və toplama varsa və A ilə B-nin qüvvəti 1 qüvvətləndirsə, biz bunlara ən kiçik qiymət olaraq 0 kimi baxırıq. Çünki başlarında kvadrat var. Kvadratın ən kiçik qiyməti 0-dır və ən kiçik qiymət də burada qalır təkcə 8. 8 çox güman ki, Y variantıdır. Dördüncüsü, düz xətt üzərində qeyd olunmuş nöqtələrin köməyi ilə 28 parça alınırsa, düz xətt üzərində neçə nöqtə qeyd olunub? Deməli, parçaların sayını üstün yazırıq ki, n vurulsun, n çıx 1 bölünsün 2. 28 alınır. Bunu n kvadratı çıx n 2 ilə 28-ə vursaq bərabərdir 56. Olur n kvadratı çıx n çıx 56 bərabər 0. Bunu viyyətlə də işləmək olar ki, n-lərin cəmi n-in əmsalı -1-dir, amma əksinə yazırıq müsbət 1. Hasili isə sərbəst əddə, yəni -56-ya bərabərdir. 56 almaq üçün bildik ki, 7 ilə 8-dir, amma mənfi alınmalıdır hasili. Ona görə biri mənfi olmalıdır, amma elə mənfi verir ki, cəmdə müsbət 1 versin. Ona görə biz -7 ilə 8 deyirik. Və n də bilirik ki, say olduğuna görə müsbət olmalıdır. Deməli, n 8-i göstərir. Neçə nöqtə qeyd olunub? 8 nöqtə. Yaxşı, sonra burada 5-ci sualda şəklin əsasən üçbucağın perimetrini tapın. Üçbucağın perimetri tapmaq üçün biz gələk buradakı x, y, z-ləri bilək. Bunun üçün nəyi başa düşməliyik? Çevrəyə çəkilən bu üçbucaq əslində belə baxılmalıdır. AM və AK toxunanları. Biz də bilirik ki, toxunanlar bir-birinə bərabərdir. Yəni, x də gəlir 2, bərabərdir 2x-ə. Buradan x-i bir yana atsaq, x bərabərdir 2. Gətirib yerinə qoysaq, 2-ni 2-yə vursaq, 4. 2-nin üstünə 2 gəlsək, içəridə yazaq bunları. 4, 4. Keçirik digər toxunanlara. BM ilə, tutaq ki, B ilə.
Yazırıq 2z üstəgə 1 bərabərdir 3z çıx 3-ə. 2z-i sağa, mənfi 3 sola gətirsək, 3-dən 2-sini çıxanda z, mənfi 3 də sola gələndə 1 üstəgə 3 olur, 4. Demək, z-i 4 tapdıq. Gətir 4-ü yerinə qoysaq. 2 vur 4. Demək, 8 üstünə 1 gəndə 9. Demək, bura 9-sa, onda bura 9-dur. Və sonuncu C-dən çəkilən toxunanlar kimi baxsaq, bu toxunanları bərabərləşdirsək, 3y çıx 6-nı bərabər eləməli y-ə. Y sola keçdi, 2y, 6-nı sağa atsaq, mənfi oldu müsbət, y də bərabərdir 3. Y də 3 tapdıq, gətirib yerinə qoysaq, bu 3-dürsə, onda bu da 3-dür. Və perimetr soruşur. Baxırıq ki, hərəsindən 2 dənədir. 2 vurulsun, 9, üstəgə 3, üstəgəl 4. 16-nı da 2-yə vursaq, 32. Qapalı sualdır. C variantı. Sonra gəlirik 6-cı. AB hasilini tap. Burada nə iş görək? Kəsirsiz olanları bir tərəfə yığaq, kəsirləri də bir tərəfə yığaq. Görək nə alınır. 9A çıx 9B bərabərdir. 8 böl A çıx 8 böl B. Buradan 9-u çıxarsaq, qalır A çıx B. Burada ortaq məxrəc AB gətirsək, deməli, ortaq məxrəc gətirmək üçün məxrəcləri vururuq, yazdıq AB. Sonra çarpaz şəkildə B-ni A-nın kəsirin üstünə, A-nı isə bu kəsirin üstünə yazırıq. Alınır 8B çıx 8A. Buradan 8-i çıxarsaq, qalır B çıxa bölünsün AB. İndi sağda və solda A çıx B, birində B çıxadır. Bunların ixtisarıyıq, amma qabağa mənfi atırıq. Çünki yerləri dəyişkəndir. Belə yazaq da daha doğrusu. Qoy bunu başa salaq. Burada belə yaza bilərik. Mənfi atıraq qabağa, A ilə B-nin yerini dəyişir. Çıxmada yer dəyişəndə qabağa mənfi atmaq lazımdır. Açıq B'lər gedir. Qalır belə. AB-ni də çarpaz 9-a vursaq, olur 9AB, yəni altdan 1 atanda. Bərabərdir mənfi 8. AB də bərabərdir mənfi 8 bölünsün 9. Mən də AB hasilini soruşurdu elə. Mənfi 8 bölünsün 9. Sonra keçirik 7-də deyir ki, sahəsi bu olan düzbucağı 3 bucağın düzbucaq təpəsindən çəkilən hündürlük. Yəni düzbucağı 3 bucaq çəkək. Sahəsi S bərabərdir 12 kök 3. Düzbucaq təpəsindən çəkilən hündürlük düzbucaqlı 1-2 nisbətində bölür. Düzbucağı 90 dərəcənin 1-2 nisbətində K, bir də 2K nisbətində bölür. Düzbucağı 3 bucağın perimetrini soruşur. Perimetrini soruşur. Yaxşı. Əvvəla bir dənə burada K üstəgəl 2K bərabər 90 qeyd edək. 3K'mız 90 dərəcədirsə, K'mız da bərabərdir 30 dərəcə. Yəni bunu yazsaq 30, onda bu olacaq 60. Bu 30 ise burada 60 qalır, onda bura 30 qalır. İndi belə eləyək də biz. Hündürlük çəkdiyinə görə 1'a 1 h yazsaq, 30 dərəcə qarşısındakı katetimiz h-dırsa, onda hipotenuzumuz da belə deyək ki 2h-dır. Çünki 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Sonra belə baxaq. 30 dərəcəni bildik. Bəs burada 30 dərəcə qarşısındakı katet, yəni bura h-dırsa, 60'ın qarşısı h-dırsa, 30'un qarşısındakı h böl kök 3'dür.
30'un qarşısını tapmaq üçün kök 3-ə bölürdük. Onda buradakı hipotenuzumuz olacaq. Bunun 2 qatı 2h bölünsün kök 3. Deməli 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olduğuna görə sağdakı üç bucaqda hipotenuzumuz 2h oldu. Soldakı üç bucaqda 60'ın qarşısındakı h olduğuna görə əvvəla 30'un qarşısındakini tapdıq. 30'un qarşısını tapmaq üçün h-ı kök 3-ə bölürük. Yəni bu bir qaydadır. Və hipotenuzda həmin 30 dərəcəli bucağın qarşısındakı katetin 2 qatı olduğuna görə 2h böl kök 3. Və bizdən sahəni 12 kök 3 verməyib. Üçbucağın, düzbucağın üçbucağın sahəsini tapmaq üçün yazırdıq. Katetlərin hasili A vur B bölünsün 2. İndi katetlərimizin biri 2h-dır, bir də 2h böl kök 3-dür. 2h vurulsun 2h böl kök 3 bölünsün ümumi düsturun ikisi. Bu bizdə 12 kök 3'dür. İndi burada belə eləyək də 2'lər getdi, qaldı yuxarıda 2h kvadratı bölünsün kök 3 bərabərdir 12 kök 3'ə. Bunun altına 1 atıb çarpaz vursaq 2h kvadratı bərabərdir 12 kök 3 vur kök 3. Kök 3'ü kök 3'ə vursaq 3, 12'ni 3'ə vursaq 36. Onda alınır buradan ki h kvadratı bərabər 36 bölünür 2'yə. O deyir 18. H da eləyir bizdə kök altında 18. 18 də nə deməkdir? 9 vur 2. 9'dan 3 çıxar. Qalar 3 kökdə 2. H tabandan sonra mənə deyir perimetr tap. Gətirib yerinə qoyarıq. Deməli düz bucağı üst bucağı tezdən çəkək. H 3 kök 2 yapmışamsa, deməli belə deyək. Burada sağ tərəfdə 2h idi. 2'ni kök altda 2'ni vururam. 3 kök 2'yə. Bu eləyir 6 kök 2. Bu 60 dərəcənin qarşısıydı. Burası 30 düzdür uşaqlar. 60 dərəcənin qarşısındakı 6 kök 2 isə 30'un qarşısındakini tapmaq üçün 6 kök 2'ni bölür kök 3'ə. Deməli olacaq onda bunu irrasionalda azad edək. Hər tərəfi kök 3'ə vuraq. Kök 3'ə vuranda aşağıda olur 3, yuxarıda olur 6, kök altında 6. Bu 6 ilə də 3 gedəndə qalır 2, kök altında 6. Bu da belə. Və bir də bizim hipotenuzumuz da var axı. Hipotenuz tapmalıyıq. Ki perimetrini soruşur. Belə 30 dərəcəli bucaq qarşısındakı katet nəticə hipotenuz onun 2 qatıdır. Yəni 2 kökdə 6'nın 2 qatı 4 kökdə 6. İndi perimetrini tapaq. 2 kökdə 6 üstə gəl. 4 kökdə 6 üstəgə 6 kökdə 2. Bunlar toplayanda olur 6 kökdə 6 üstəgə 6 kökdə 2. 6'nı da ortaq çıxartsaq kökdə 6 üstəgə kökdə 2. Yəni bu asan sual deyildi. Buraya yazaq ulduz. Yəni köklü misal olanda uşaqlar biraz əziyyət çəkir onsuz da. Yəni bu misalda biraz vaxt aparan misaldır. Burada demək biz nə iş gördük? Həm 30-60 dərəcə olma qaydasını gördük. K-lar tabandan sonra. 30-60 isə olan qaydasını bilmək. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdırsa, hipotenuzun 2 qatıdır. Sonra 60 dərəcənin qarşısındakı katet 30'un qarşısındakı kök 3'ə vurulmuşdursa, 30'un qarşısındakı 60 dərəcəli katetin də kök 3'ə bölünmüş idi. Bunları təkrarlayın ki, mütləq görürsünüz, bu tip suallar düşmə kimi ehtimalı ola bilər. 8. Baxaq görək, bu nə istəyir bizdən. Çevrədə AB və CD vətərləri kəsişir. SK xətti KD ilə AK-nın həndəsi ortasıdır. Buna əsasən BK bərabər X tapmalıyıq. Deməli, SK xətti, SK xətti, yəni Y, KD ilə, yəni 9-dan AK-nın həndəsi ortasıdır. Həndəsi ortanı nə idi? Y bərabərdir kökün altında həmin ədədlərin hasili. 9'u 4'ə vururuq. 36, o da 6. Görürsünüz, birdən birə verməyib. Bəzən birdən birə verir özü. Bəzən isə həndəsi ortadan gətirir. 6'ını tapdıq. İndi də vətərlərin kəsişməsinə qaydaya baxırıq. 9'u çarpaz şəkildə x-a vururuq. 6'ını da 4'ə vururuq. Bu da 24, x də bərabərdir 24 bölü 9.
3-ə ixtisar eləsək 8 bölünsün 3. O da eləyir 2 tam 3-də 2 A variantı. 9-cu sualda bizə deyir ki, ədədləri müqayisə edin. Ədədləri müqayisə eləmək üçün həm tamları fərqlidir, həm də kökləri fərqlidir. Ona görə biz bunları içəri salmalıyıq. Görək ki, ədəd özü neçədir. 6-nı içəri salsaq 6-nın kvadratı, yəni 6-nı 6-ya vurub, sonra 7-yə vururuq. Bu x. Y üçün 7-ni içəri saldığımıza görə 7-ni 7-yə vurub 6-ya vururuq. Və z-də 13-i içəri saldığımıza görə 13-ü 13-ə vurub 3-ə vururuq. 6 vur 6, 36, 36-nı 7-yə vuraq. 7-ni 6-ya vurduq 42, 4 yadda. 7-ni 3-ə 21, o da 4, 25. Kök altında 252. 7-ni 7-yə vuranda 49. Bunu da 6-ya vursaq. 6 vur 9, 54, 5 yadda. 6-nı 4-ə 24, o da 5, 29. 294. Və buradan 13-ü 13-ə vursaq 169. Bunu da 3-ə vursaq 27, 2 yadda. 3-ü 6-ya vursaq 18, o da 2, 20, 0 yazırıq. Yenə 2 yadda. 3-ü 1-ə 3, o da 2, 5. Kök altında 507. Məsələn, deməli, buradan görünür ki, 252 kiçikdir 294-dən. O da kiçikdir 507-dən. X, Y, Z. 10-cu sualda şəklə əsasən AB toxunanını tapın. Toxunanın qaydası belə idi ki, 10-cu sualda şəkil çəkək. Toxunan x olsa, bir də bizə kəsən lazımdır. Bura A-dır, burada deyək ki, B-dir. X-in kvadratı bərabərdir, A vurulsun, A üstəgəl B. Yəni, sözlə də deyək ki, toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi, yəni A, vurulsun kəsənin ümumi uzunluğu, yəni A ilə B-nin cəmi. İndi bizdə toxunan qəşəng çəkilib, amma kəsənə fikir verin ki, kəsən axırcan çəkilməyib. Bunu özümüz çəkməliyik. Bunu uzadanda sanki mən bir radius çəkmiş oldum. Baxıram ki, sağda radiusum 6-dırsa, deməli soldakı da 6 olmalıdır. İndi düsturumuza görə misalımızı işləyək. Toxunanın kvadratı, yəni x-in kvadratı bərabərdir. Çöldə qalan hissə, yəni 8 vur. Ümumi kəsən, yəni 8, 6, 6. Bu deyir 8 vurulsun 20. Cavab deyir 160. X kvadratı 160 ise 160 kökün altında 16 vur 10 kimi paslasaq 16-dan 4 çıxar. 10 da qalar kökün altında. 4 kökdən 10. 11-ci sual. Deməli 2 dənə perpendikulyar, 2 dənə paralel görsəz yadınıza uyğun sözü düşsün. Buna aid misallar işləndə deyirdik ki, onda bucaqların cəmi 180 olmalıdır. LFM, yəni buranı bizə 162 veribsə ACD, ACD. Bizdən buranı soruşur. Buranı tapmaq üçün biz birinci bu iti bucağı tapaq. 180-dan 162 çıxarıq. 180-dan 162 çıxanda eləyir 18. Bura 18 dərəcədir. Sonra da bizə orada şərt verib ki, AK ilə də birinci şərtdə. Bu AK ilə DS paraleldir. Paralellik varsa, bir iti, bir kör bucağı varsa cəmi 180 verməlidir. Yəni 18 ilə x-in cəmi tezdən 180 verməlidir. X deyir 162. Yəni bu tip şəkil görsəz, artıq başa düşür ki, elə F bucağı həmin C bucağının eynidir. Kör bucağı əmələ gətirir. 162. 12-ci sualda, bu da qəşəng sualdır. Deməli, sonsuz köklərə aid qaydadır. Toplama və çıxmada olan misalları işləmək üçün fikirləşməliyik ki, bu ədəd hansı iki ardıcıl ədədin hasilidir. 30-u biz 5 vur 6 kimi yaza bilirik 12-ci sualda. Sonra əgər bu köklərin toplamasını veribsə, böyük ədədi götürürük. 6-ını götürürük. Əgər bu köklərin içində fərqlərini versəydi, yəni toplama yerine çıxmalarını, onda biz 5-i götürərdik. 13-cü sual. Deməli, biz buradan şəkildən görürük ki, C bucağı diametrə söykənib, AB diametrinə söykənən bucağımız 90-dır. B 60 sonda avtomatik A da 30 dərəcədir.
CB-ni bizə 12 verib. AO-nu soruşur. AO. AO da diametrin yarısıdır. Yəni radiusu soruşur bizdən. Onda bu da radiusdur. Deməli, biz diametri tapsaq, radius tapmaq üçün diametri 2-yə bölərik. Qaydamız da belədir ki, 30 dərəcəli bucağın qarşısındakı katet, yəni 12 hipotenuzun yarısıdır. Həm də buradan da görürük ki, radius da elə hipotenuzun yarısıdır. Elə radius nəyə bərabərdir? 12-yə. Ümumiyyətlə bilirik ki, düzbucaqlı üçbucaqda xaric çəkilmiş çevrilənin radiusu hipotenuzun yarısıdır. 30 dərəcə qaydası da hipotenuzun yarısıdırsa, deməli elimiz neçədir? 12-dir. Cavab oldu D. 14-cü sual ifadənin qiymətini tapın. Burada уже hesablamaq lazım. Yazırıq belə 8-də 5 çıxılsın. Bunu da gətirək. 1,4-də 3-ü belə yazaq. 4-də 1-i 4-ə vurdaq. 4 üstünə 3 gəldi. 7. Sonra bunlar ortaq məxəc 8 gətirsək. Bura 1, bura 2 yazsaq. Necə yazdıq? 8 8-ə böldük 1, 8 4-ə böldük 2. 5 çıx, 2-ni 7-yə vurdaq 14. Oldu mənfi 9 böl 8. Sonra gəlir çıx 2 tam 10-da 5. Bu da olur mənfi 8-də 9 çıx. Bunu da çevirək. 2-ni 10-a vurdaq 10. Üstünə 5 gəldi 25. Hər ikisinin mənfi olduğuna görə mənfi saxlanılır. Özləri toplanılacaq. Yəni 8 ilə 10-a ortaq 40 gətirək əvvəlcə. 48-ə böldük 5. 10-a böldük 4. 5-i 9-a 45. Üstə gəl 4-ü 25-ə 100. Niyə üstə gəl yazdım? Dediyim kimi. İkisi də mənfi olduğu üçün mənfinin işarələrini saxlayın kənarda. Özlərini isə toplayın. Bu deyir mənfi 40-da 145. 5-ə ixtisarləsək mənfi 29-da bölünsün 8-ə. 29 8-ə bölsək 3 dəfə mənfi 3 tam 8-də 8 3-ə vurdaq 24 çıxanda qalır 5. Bu da mənfi 3 tam 125-də 5-ə vursaq 625. Mənfi 3 tam 625 Y variantı. 15-ci sual. Bərabər yanlı üçbucağın perimetri 28-dir. Bərabər yanlıdır. Perimetri 28. İki tərəfinin fərqi. Burada tutaq ki, A yazsaq, onda bu da A olur. Burada B yazaq. Əvvəla perimetri ifadə edək. 2A üstə gəlinsin B bərabərdir 28. Sonra da iki tərəfinin fərqi 11-dir. Tutaq ki, A çıx B'miz 11-dir. Üçbucağın böyük tərəfini tap. Bunu sistemə alsaq, işləsək, buradan B'lər gedər. Qalar 3A bərabərdir 39. A da bərabərdir 39 3-ə bölsək 13. 28 11 topladım, yəni 39 oradan gəldi. A 13-dür. İndi B-ni tapmalıyıq. Deməli, B-ni tapmaq üçün də belə yazaq. 13 aparıb yerinə qoyuram. Deyirəm 13 çıx B 11 verməlidir. Onda B də bərabərdir 13-dən 11 çıxanda B də 2 olmalıdır. A 13-dür, B 2-dir. Üçbucağın böyük tərəfini tapın deyir. Böyük tərəfi də 13. 16-cı sual. 15 yeni tipli sual idi, maraqlı idi. 16-da da narahat olmayın. Baxın, cəm verib, hasil verib. Bu ifadəni sadələşdirməlisiniz ki, bunlardan istifadə edin. Yəni, bu tip misallardakı şərt verəndə fikirləşin ki, məndən soruşulan elə bir hala gətirməliyəm ki, həmin bu ifadələrdən orada istifadə edin. Burada ortaq vuruq çıxartmalıyıq. Hər ikisində x1 var. Birində 3 dənədir, birində 4 dənədir. Üstü kiçik olanı çıxarırıq, x1-in kubu. Həmçinin hər ikisində x2 var. x2-ni də çıxarırıq vurma ilə. Birində 4 dənədir, birində 3 dənə, yenə 3-ünü çıxarırıq. Yerdə qaldı. Deməli, birinci ifadədən bir dənə x2 artıq qaldı. Üstə gəl. Digərindən bir dənə x1 artıq qaldı. Bərabərdir. Deməli, birinci ifadədən görünür ki, hasilin kubların hasilidir. Kubların hasilini hasilin kubu kimi də yazmaq olar. Yəni, 3-ü çölə çıxartmaq olar. Vur, bir də cəmimiz var əlimizdə. Getdik. Hasili bizə neçə vermişdi? 6. 6-nın kubu vur. Cəmi də bizə 5 vermişdi. Bu da eləyir 216 vur 5. Bu da eləyir 1080. Cavabımız oldu 1080. Sonra keçirik 17-ci suala. Çevrə üzərindəki M nöqtəsindən
çevrə üzərindəki M nöqtəsindən çevrə MN toxunanı və MK vətəri çəkilib. Deməli, M nöqtəsindən MN toxunanı və MK vətəri çəkilib. NK çevrənin mərkəzindən keçir. NK bu necə oldu bir dəqiqə? Şəkli düzgün quraşdırmadıq deyəsən. Yəni burasını düzəldək. Onda belə eləyək də biz. MK vətərini çəkək. MN toxunanda bəlkə belə eləyək. Baxa, deyir, mərkəzdən keçir. Bir dəqiqə. NK çevrənin mərkəzindən keçir. Mərkəzdən keçirsən də belə eləyək əvvəlcə. Ta ki, mərkəzdən keçirsə belə kodlayaq. Deməli, K-nı buraya yazaq, N-i buraya yazaq və M-in. Və M-in toxunan çəkilib. MK vətərdir. Və NK da deyib çevrənin mərkəzinə keçir bu şəkildir. MKN, MKN. Bura 30 dərəcədir. Bucaq M tapmalıyıq. Buranı tapmalıyıq. Ayda məsələn. Deməli, əvvəldə biz baxırıq ki, 30 dərəcəli bucaq sökənib. Bura, bu qövsə. Burada bir P yazaq. MP qövsünü tapaq. Daxil çəkilmiş bucaq 30-sa, MP qövsümüz onda 12 qat olur, 60 dərəcə. Sonra belə bir qaydamız var ki, bir toxunan, baxın, bir toxunan, bir də mərkəzə keçən, belə deyək, kəsən deyək. Mərkəzdən kəsən varsa, bunlar arasında qalan bucaqla bunun sökəndiyi bucağın cəmi 90 dərəcə verməlidir. Onda alfa ilə 60-ın cəmi 90-dırsa, alfa da bərabərdir 30 dərəcə. Sual. 17-ci sualda 30 dərəcə. Alfanı mən 30 tapmışam. Bizdən bu M-i soruşur. Yəni səbirli olaq, M-i tapaq. Demək, alfa 30-dursa, 30 N-dir, 30 da K-dır. 30 ilə 30-un cəmi 60-dır. Onda bucaq M-i tapmaq üçün də 3 bucağın daxil bucaqlar cəmi 180-dir. 180-dən də 60-ın çıxanda qalacaq 120 dərəcə. Cavabımız olacaq 120 dərəcə. 18-də 500 manata al. Burada qarışdırma, imtahan vaxtı bəzi uşaqlar qarışır. Bu nömrəsidir bunun. Bu heç. 500 manat olan televizor 700 manata satılarsa, televizorun satışına neçə faiz gəlir əldə olunur? 500 manata olan deyirsə, deməli bu əvvəl 100% imiş. 500 manat bizim 100%imizdir. Sonra 700 manata satır. Görək 700 manat neçə faizdir? Birinci onu tapaq. X bərabərdir 700 vur 100 bölünsün 500. Sıfırlar getdi. 700 də 5-ə böləndə 140. Deməli, əvvəl 100 idim, indi olmuşam 140%. Nə qədər artımım var? 140-dan çıxıram 100-ünü, eləyib 40%. Bir neçə faiz gəlir əldə eləyib? 40%. Sonra gəlir 19-cu suala. 19-cu sual. Deməli, bu ifadəni verib, az çox hədisinin əmsalları cəmini tapın. Deməli, burada diqqətlə fikir verin uşaqlar. Burada açmağa, bilmirəm, ehtiyac var yoxsa yox. 36 mən belə görürəm ki, 6-nın nə idi? Kvadratı, çıx. Bir də x üstə gəl, 4-ün də kvadratını verib də bu. Bu da kvadratlar fərqi yadıma düşür ki, mən bir dəfə 6-nın üstünə gələrəm, x üstə gəl 4-ü. Vur, bir dəfə də altdan çıxaram, x üstə gəl 4-ü. Bax, belə mötərizələr yazırıq ki, hələ ki qarışmasın. Bu da bərabərdir, A vurulsun deyir, 2 çıx x-a.
Birincini açsam olur deməli 6 üstə gəl x üstə gəl 4. Burada açsam 6 çıx. Ötəzə qabanı mənfi var ya, içəri təsir edir. O da çıx 4 olur. Olur A vurulsun 2 çıx x. 6 ilə 4 toplasam 10 üstə gəl x. Altdan 4 çıxsam 2 çıx yanında x var. Bərabərdir A vur 2 çıx x. Buradan görünür ki 2 çıx x-lər getsə A nəyə bərabərdir? 10 üstə gəl x-ə. Və sual belədir. A çox ədəsinin əmsallar cəmini tap. A-nın da əmsallar biri 10'dur. X-in də qabağına 1 var. 11. Ümumiyyətlə yadımızda qalsın ki, əmsallar cəmi deyəndə, yəni dar momentdə çaşacağız. X-a, yəni dəyişənə fərqat A da ola bilər, B də ola bilər, hər şey. 1 qiyməti verib hesablayırsınız. 1 qiyməti 1. Və 10 üstə gəl 1 neçədir? 11. 20-ci sual. Bu ədədlər verilib hasilinin tərtibini. Hasil deyəndə vuraq. Birinci neyini inşallah? Qiymətli hissələri vururuq. Deməli 7-ni vururuq 14'ə. Sonra isə onluqları vururuq. 10 üstü 4'ü vururuq 10 üstü 7'yə. 7'ni 14'ə vurduq. 70, o da 28. 98 vurulsun 10 üstü. Buranda üstlər toplanılır. 4 ilə 7'ni toplasaq 10 üstü 11. Sonra biz demişik ki, qiymətli hissəmiz 2 rəqəmli ədəd ola bilməz, tamı. 1 rəqəmli olmalı tam hissəmiz. Ona görə birinci ədəddən sonra vergülümüzü qoyuruq. Olur 9 tam, onda 8 vur. Vergüldən sonra 1 rəqəm qaldı deyə onu da əlavə edirik qüvvətin üstünə. Yəni olur 10 üstü 12. Tərtibi istəyir, tərtibimiz də onun üstündə olan ifadədir 12. Sonra 21-ci sual. İfadənin qiymətini tapın. Bunu tapmaq üçün nə edirik uşaqlar? Üstündə kəsr gördünüz, narahat olmayın. Bu əsas ki var, əsası üstündəki kəsrin məxrəcinə uyğun işləyəcəksiniz. Bu məxrəcə uyğun. Yəni məxrəcimiz 4-dürsə, fikirləşməli. 16 nəyin üstü 4-dür? 16 2 üstü 4-dür. Üstündə 4-də 3-ü yazın. Üstə gəl. Sonra 8-ə baxırıq. 256 nəyin üstü 8-dir? 2-nin üstü 8-dir. 8-də 1. Sonra bura baxırıq. 3 var. 125 nəyin kubudur? 5'in kubudur. Üstündə 3'də 1. Bu da elə ədədin üstü birinci belə baxırıq. Bu üstünə mənfi görsəz 2 hissəyə ayırın. Bir mənfi kimi, bir də 2 kimi. Birinci mənfini yerinə yetirək. 2'də 1 üstü mənfi ədədin tərsidir. Olur 2. Sonra üstünə kvadrat yazın. Yəni 2'nin kvadratı. Getdik. 4'lər gedir. 4'lər gedir. 8'lər gedir. 3'lər gedir. Qalır 2'nin kubu, üstə gəl, 2 üstü 1, çıx, 5 üstü 1. Üstə gəl, 2'nin də kvadratı 4. 2'nin kubu 8, çıx 2, çıx 5, üstə gəl 4. 8'dən 2 çıxdıq 6, 5'in çıxdıq 1. Üstünə 4 gəldi, 5. Cavabımız oldu 5. Baxın, işarələri səhv eləməmişəm. Tam baxın. Deməli, biraz diqqət alınacaq misaldır. Burada şu an mən niyə belə yazmışam? Burada üstə gəldi, baxın bu hissədə. Bu xət qoyun biləsiniz. Üstə gəldi, mən burada çıx yazmışam. Bu da üstə gəl olmalıdır. Burada xada bir səhv yol verdim. Deməli, 8'in üstünə 2 gəldi, 10. Çıxdıq 5'inin 5. Üstünə 4 gəldi, 9. Cavabımız 9 olmalı. Yəni, mütləq tələsməyin. İmtihanda da işarələrə önəm vermək lazımdır. Bir dənə toplama çıxmaya görə cavab dəyişir. 22-ci sual. Deməli, ambarda saxlanılan alma və armudlar ümumi ağırlığı 400 kiloqramdır. Yazaq alma, bir də armud. Alma ilə armudun ümumi ağırlığı 400'dür. Onda biri x-dırsa, biri olacaq 400 çıx x. Almaların 20%, armudların isə 10% çürüyüb. Və çürüyən alma və armudların cəmi, bunların cəmi də 65 kiloqramdır. Deməli, uşaqlar, burada dedik ki, almanın 20%, armudun da 10% çürüyüb və çürüyən meyvələr də 65 kiloqramdırsa, onda biz nə edirik? Yazırıq x vur 20 bölünsün 100. Üstə gəlsin. 400 çıx x
vurulsun 10 bölünsün 100. Yəni bunun 10%-ni tapırıq. Bunlar bir yerdə 65 eləməlidir. İndi burada sıfırları silsək, ta ki sıfırlar getsə, qalır hər məxrəcdə 10 qalır. Bu məxrəci ümumiləşdirib aşağıda 10 yazsaq, yuxarıda oldu 2x üstə gəlinsin. Bu bir kəsirdə qalıb 400 çıx x bərabər 65-ə. 2x-dan x çıxanda x üstə gəl 400. Onu da 65-ə çarpaz vursaq 650. X da bərabər 600-dən 400, daha doğrusu 650-dən 400 çıxanda qalır 250. X-imiz 250-dir. Bizə sual verir ki, ambarda neçə kiloqram saf almalar? Ümumiyyətlə, ambarda x-i tapmışıq ki, alma 250-dir, düzdür? Bunun 20% axı çürümüşdür, çürüyən. Saf, yəni təmiz almanı istəyir. Onda 20% çürüyən idisə, 80% nə qalacaq? Saf qalır. 80% saf. Gedirik həmin 250-nin 80%-ni tapırıq. 250 vur 80. Bölünsün 100. Sıfırları sildik. 25-də 8-ə vursaq 200. Deməli 200 kiloqram saf almamız var. Olacaq cavabımız 200. 23-cü suala baxaq uşaqlar. Deməli ədədi tam hissəsini tapın. Ədədin tam hissəsini tapmaq üçün əvvəla biz bunu irrasionallıqdan azad edək. Azad eləmək üçün məxrəcin qoşmasına vurmalıyıq. Qoşmada necə yazılırdı? Əgər çıxmasını veribsə, biz həmin ifadənin toplamasına vurmalıyıq. Deməli, aşağıda vuranda müxtəsər vurma düsturuna görə kök 6-nın kvadratı çıx 2-nin kvadratı, yuxarıda isə 3 kök 6-da 6 üstə gəl 2. Kök 6-da 6-nın kvadratında kvadrat kök aparır, qalır 6 çıx 2-nin də kvadratı 4 oldu 2. Deməli, aşağıda 2 qaldı, yuxarıda da vurub atsaq 3 kök 6-da 6 üstə gəl 3-ü 2-yə vursaq 6. İndi tamı tapmaq üçün biz əvvəlcə bu 3-ü içəri salmalıyıq. 3-ü içəri salanda 3-ün kvadratı 9 vur 6 kimi yazırıq. 9-u 6-ya vuranda eləyir 54. Üstəgə 6 bölü 2. 54-dən üçün nəyin kvadratı var? 49, yəni 7-nin kvadratı var. 7-ni aşır sanki. Yəni 7,5 üstəgə 6 bölü 2. 7,5 də deyə bilərik. Əslində 7,4 deyək. Rahat rəqəm alınsın. Yəni əsas odur ki 7-ni aşmışıq. Olur 13,4 bölünsün 2. Bu da haradasa eləyir 6,7. Bu ədədin də tam hissəsi 6 olacaq. Cavabımız olur 6. Demək olar 24-cü sualda bizə 2 dənə perpendikulyarlıq verilib. Əvvəla baxaq. KM ilə MN. KM buradır, MN də buradır. Perpendikulyarlıq veribsə bura 90 qoyuruq. Bir də FN-lə, yəni bu hissə ilə NK-nı verib. Burada 90 işarəsi qoyuruq. Bizdən ümumi dördbucağının perimetrini soruşur. Yəni bizdə elə bilin ki, bu x yoxdur. X tapsaq 4 tərəfi toplayarıq. Bu x-a kimi deməli mən k-ni də tapmalıyım. Burada bir y yazaq. 2 dəfə Pifaqor işləyəcək. Bir NKM üçbucağından y tapacağım Pifaqora görə. Sonra da gəlib FKN üçbucağından x tapacağım Pifaqora görə. Deməli, birinci buradan y tapırıq Pifaqora görə. Y bərabərdir. Hipotenuz deyə katetlərin kvadratlarını toplayırıq. 6-ın kvadratından 8-in kvadratını toplasaq, 36 üstəgə 64, 100 eləyir. 100-dən də çıxar 10. Bura y-im 10-dursa, gəlirəm indi x tapıram. Kökün altında, indi x axı katetdir. Bu səfər hipotenuzun kvadratından digər katetin kvadratını çıxırıq. Yəni 676-dan çıxırıq 100-ü. Bu da bizə verir 576. Bu da uşaqlar 24-ün kvadratıdır. X-i 24 tapan kimi perimetrini tapmaq üçün bütün tərəflərini toplayırıq. 24, 26, 8 və 6. 50, o da 14, 64. Cavabımız olur 64. Və son bir sualımız qaldı. 25-ci sualda uşaqlar. Mürəkkəb kök qaydasıdır. Deməli, biz nə iş görməliyik? 14 üstə gəlinsin. Bu 4 kök altında 12 var. Biz bilirik ki, mürəkkəb kökün ümumi qaydası budur. A üstə gəlinsin 2 kök altında B. İndi bu kökün qabağında 2 dayanmadı, amma 4 dayanıb. Ona görə biz bu 4-ü 2 vur 2 kimi parçalasaq,
Alınacaq belə 14 üstə gəlinsin 2 vur kök altında. Bu 2-ni salırıq kökün altına. 2-ni kökün altına salanda 2-nin kvadratı 4 vurulsun 10. Alınır belə bir ifadə. 14 üstə gəlinsin 2 kök altında 40. Sonra qaydamız belədir ki, düşünməliyik ki, hansı 2 ədədin cəmi 14-ü verir, hansı 2 ədədin hasili bu biri kökün altındakı 40-ı verir. Buradan da başa düşürük ki, m 10'dur, n də 4'dür ki, toplayanda 14, vuranda 40 alınır. Və bu kökü də nəticəsini yazmaq üçün belə yazırıq. Kökün altında, yəni biz bu ifadəni kökün altında, deməli, kökün üstə gəlinsin, kök 4'ün kvadratı kimi yaza biliriksə, kvadratla kök gedir, qalır kökün üstə gəlinsin kök 4. Kökündən heç nə çıxmır, amma 4'dən 2 çıxır. Cavabımız olur kökün üstə gəlinsin 2. Bu qədər uşaqlar, sağ olun, salamat qalın. Ümid edirəm ki, nələrsə öyrənə bildik.